ərinin qarnını, qolunu, dirseyini, göbeyini, nə bilim, bığını, qulağını, hər yerini paylaşır, bir dənə üzündən başqa paylaşırsa, o kişilər evli olur. 99,9% evli olur. Bir dənə şeyləri çıxmaq şərti ilə. Əgər vəzifədə zatdadırsa, indi ola bilər ki, olmazda yoldaşı qoymur. Məsələn, əvvəl mən də yoldaşıma çox paylaşırdım, indi paylaşmam. Denisində işdə problem yaranır deyə. Eliz, çox sağ ol. Hə. Başa. Ona görə çox vaxt yerlərə evli olur. Evi yıxanın evi yıxılsın. Heç şey demirəm qızlar, əgər arabacıda sizin evinizi yıxan qadınlar varsa, Allaha tapşırın. Sizin o balavuzun göz yaşı yerdə qalmayacaq. Bax, bunu unutmayın. Amin, amin, amin. Hansı qadın, mənə burada indi bütün quşlar nifrət eləyəcək. Hansı qadın bilə-bilə ki, kişiləri evlidir və onunla bir yol gedirlər, sizi Allaha tapşırır. O hansı ki, yuvaları indi. Çünki elə qadınlarımız var ki, mənim kimi dilli deyil. Elə qadınlarımız var ki, masum, təmiz, ev qadınıdır. Yaxşı ev qadınıdır. Başa düşdün? Bilir yoldaşı ona xəyanət edir, hara gitsin? Nə ana qapısına gedə bilir, nə ata qapısına gedə bilir, nə baba qapısına gedə bilir. Bilir ki, getsə təpikləyəcəklər ki, davay bas bayır. Getmirsən, get, ölü qal orada. Başa düşdün? O xoşbəxtçilik olmaya o evdə yaşayırlar. Uşaqları göz yaşı çəkir. Ona görə deyirəm ki, düşsən bir də 2 dənə söz danışım mən. Ona görə deyirəm ki, əsl kişi bilirsiniz nədir? Mən həmişə deyirəm, həmişə də deyəcəm. Bəziləri deyir, qəşənə, sənə yaraşır, şortik və yufqa o demək. Eybi yox deyin. Amma mənim üçün yoldaş odur ki, yadın uşağını getirib, saxlayıb döyür. Öz balova sığal çəkməkdir.